Belə deyək, miqrasiya məcəlləsində hər bir məcəllənin anlayışı olduğu kimi, miqrasiya məcəlləsində də bu məcəllədə istifadə olunan əsas anlayışlar verilibdir və o anlayışların açıqlamaları verilibdir. Məlumat verə bilərsiniz, bu anlayışlar hansılardır, anlayışlarda məsəl üçün 70 yaşına çatmayan şəxs dedikdə nə nəzərdə tutulur, yəni bunun açıqlamasını verə bilərsiniz? Bəli, deməli, miqrasiya məcəlləsinin 3-cü maddəsində bu əsas anlayışlar verilibdir. Məsələn, ilk elə burada əcnəbi anlayışından başlayır. Əcnəbi odur ki, onun Azərbaycan Respublikası vətəndaşlığı yoxdur, ancaq digər bir dövlətin vətəndaşıdır. Yəni, bir vətəndaşlığı var, ancaq bu Azərbaycan Respublikasına aid deyil. Məsələn, ancaq vətəndaşlığı olmayan şəxs dedikdə biz elə başa düşürük ki, o Azərbaycan Respublikası vətəndaşı deyil, ancaq bununla yanaşı digər dövlətlərin də vətəndaşı deyil. Yəni, bu şəxsin ümumiyyətlə vətəndaşlığı yoxdur. Məsələn, yetkinlik yaşına çatmayan şəxslər 18 yaşı tamam olmamış şəxslərdir. Sonra bizim məsələn məşhur tanıdığımız pasportlar var ki, bu artıq şəxsin xaricə getmək və xaricdən geri dönüb öz vətəninə qayıtmaq üçün giriş-çıxış üçün bir sənəddir, rəsmi sənəddir. Başqa? Sonra yalnız giriş-çıxış üçün sənəddir, həm də daxil edək, xaricdə şəxsin öz kimliyini, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən. O da vacib bir şeydir. Bizim özümüzdə belə, məsəl üçün pasport xaricə gedəndə həm xaricə getmək üçün, yəni sərhəd keçmə sənədidir, həm şəxsiyyətimizi təsdiq edən sənəddir, eyni zamanda vətəndaşlığımızı təsdiq edən sənəddir. Yəni 3-4 məsələ belə deyək, pasportu anlayışı altında əhatə olunmuş olur. Sonra bir də şəxsiyyət vəsiqəsi var. Şəxsiyyət vəsiqəsi isə ölkə daxilində bizim öz vətəndaşlığımızı, şəxsiyyətimizi təsdiq edir. Şəxsiyyətimizi təsdiq edir deyək. Belə daha düzgün olar. Sonra və daha sonra Azərbaycan Respublikası ərazisindən müvəqqəti olan anlayışı var ki, bu Azərbaycan Respublikası ərazisindən müvəqqəti yaşayan və daimi yaşayan anlayışları ilə fərqlidir. Məsələn, daimi yaşayan odur ki, şəxs Azərbaycan Respublikasına gəlir, müəyyən bir müddətdən sonra artıq bu müəyyən bir qeydiyyata düşərək icazə almalıdır ki, müvəqqəti yaşasın və yaxud da daimi yaşamalıdır. Ancaq müvəqqəti olan isə odur ki, o müəyyən bir məqsədlə gəlir, məsələn, səfər üçün, iş üçün və yaxud bir məqsədlərlə gəlir və müəyyən çox qısa bir müddətdə yenidən öz vətəninə qayıdır. Müvəqqəti xarakter daşıyan hallarla əlaqədar qeyd elədiyiniz kimi qısa müddətli bura turizm, şəxsi iş, xidməti ezamiyyət daxildir. Yəni burada müvəqqəti olan deyəndə, bilmirəm, bayaqları danışanda yaşayan dediniz, müvəqqəti yaşama icazəsi olmayan. Yəni müvəqqəti yaşamaq üçün icazəsi yoxdursa biz ona müvəqqəti olan deyə bilərik. Yəni bir növ Azərbaycana müvəqqəti olan deyəndə ilk dəfə gələnlər ya viza ilə gəlirlər, ya viza tələb olunmayan qaydada gəlirlər. Sonra? Daha sonra məsələn, əmək miqrasiyası ifadəsi var burada. Əmək miqrasiyası isə şəxsin müəyyən bir ödəniş qarşılığında, yəni haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən qanun əsaslarla bir ölkədən başqa ölkəyə məhz əmək miqrasiyası edən bir şəxsdir, yaşayış yeri dəyişən şəxsdir. Əməkçi miqrant isə dəyişməsidir. Əməkçi miqrant da həmin o dəyişən şəxsdir, yeri dəyişən şəxs. Və əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri də burada anlayış olaraq verilir ki, əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin ailə üzvlərinə onların arvadı yaxud əri, 18 yaşına çatmamış övladları və yaxud da 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan övladları yaxud da öz himayəsində olan valideynləri daxildir. Daha sonra yaxın qohumlara isə vətəndaşlığı olmayan şəxsin əcnəbilərin yaxın qohumu isə atası, anası, əri və yaxud arvadı, övladları, qardaş bacısı, onların övladı, baba, nənə, nənənin atası, anası, Qayın şaldız, atanın, babanın, nənənin, hətta atası və anası. Bəzi çünki belə deyək də, ölkədən gələn şəxslər olur ki, onların qohumluq əlaqələrində, məsəl üçün tez ailə qururlar, onların belə deyək də, nənələri, babaları cavan, nisbətən cavan olur. Onların da ata-anaları sağ olduğuna görə necə olur ki, babaya verirsən, babanın atasına vermirsən, yəni belə detalları
bizim təcrübədə rastımıza gəlibdir. Ona görə də burada babanın, nənənin, atası və anası anlayışı da daxil olunubdur. Daha sonra burada anlayışlardan iş icazəsi var. İş icazəsi Azərbaycan Respublikası ərazisinə haqqı ödənilən əmək fəaliyyəti məşğul olmaq üçün gələn şəxsə verilən bir icazə sənədidir ki, o burada işləyə bilsin. Yaşayış yeri isə ümumiyyətlə bilirik ki, yaşayış yerləri dövlət tərəfindən qeydiyyata alınmalıdır. Yəni dövlət tərəfindən daşınmaz əmlak kimi qeydiyyata alınan və əcnəbiləri və tanınmış olmayan şəxslərin gəlib burada yaşadığı bir ərazidir. Xüsusən daha çox bu ev ola bilər, müəyyən bir mənzil ola bilər. Buna daxildir ki, məsələn, kiminsə ola bilər, mən məsələn mənzilini kirayə verirəm və həmin əcnəbi şəxs gəlib burada qala bilər. Bəli, əgər məsəl üçün bütün əcnəbilərin burada belə deyək də mənzili olan da var, mənzili olmayan da var. Bəziləri, əksəriyyəti mən deyərdim ki, onlar kirayə müqaviləsindən yəni ölkə ərazisində qalırlar, yaxud da ki, qohumu tanışırlarsa, onlar razılıq verirlər ki, bəli, filan əcnəbinin burada bu müddətə, konkret müddət göstərilir, 1 illik daimi yaşamaq üçün icazədə, məsəl üçün 5 illik yaşayış yeri üzrə qeydiyyata alınmasına etiraz eləmirəm. Var belə hallar, bəli, sonra. Və burada olduğu yer var, yəni əcnəbilərin, vətəndaşı olmayan şəxslərin olduğu yer. Bu, əslində yaşayış yeri sayılmır, çünki yaşayış yeri daimi olaraq yaşadığı yerdir. Bu, sadəcə müvəqqəti olaraq burada qalması üçün mehmanxana ola bilər, pansionat ola bilər, müəyyən bir ev mənzil ola bilər, qohumunun tanışlığı və s. Daha sonra viza. Viza bildiyimiz əcnəbilər, tanışlı olmayan şəxslərin Azərbaycan Respublikası sərhədini keçmək üçün, bəzi dövlətlər bunu tələb edir, yəni bəzi dövlətlər bizdən də tələb edir, bizə bəzi dövlətlərdən tələb edilir, ancaq elələri var ki, bizə tələb edilir, onlar da tələb edir və biz özümüz də gedərkən həmin bu viza sənədi götürməliyik ki, həmin dövlət sərhədini keçə bilər. Təcrübədən alınmalıdır. Bəs sərhəd keçmə sənədi, məsələn, viza ilə sərhəd keçmə sənədinin fərqi nədir? Bizdən sərhəd keçmə sənədinin birinci anlayışını bilməliyik. Sərhəd keçmə sənədindən xarici pasport vətəndaşlı olmayan şəxsin ölkə hüdudlarından kənara getmək üçün verilən sənəd, dənizçinin şəxsiyyət vəsiqəsi, qaçqınlara verilən yol sənədi və vətənə qayıdış şəhadətnaməsi və Azərbaycan hüdudlarından kənara çıxarılan əcnəbilərə verilən səyahət sənədi, yaxud da ki, beynəlxalq müqavilə. Məqsədləri burada belə o qədər vacib deyil. Miqrasiya uçotunun aparılması əsasları bir də miqrasiya uçotunun aparılması. Bu haqda məncə bir dənə baxanlıya təkrarlayın, ondan sonra danışın. Beşinci maddə deyəsən. Miqrasiya Prosesin iştirakçıları. Miqrasiya prosesinin hər iştirakçıları. Miqrasiya prosesinin Bizim 5 dəqiqə lazımdır, o bir belə bir prosesə dövlət nəzarətinə həyata keçsin dövlət. Çəkirsiniz. Birinci, ikinci fəsil. Sadəcə əlimdə telefonla ucuna Miqrasiya məcəlləsi boyu Bakı hakimiyyəti orqanı yəni miqrasiya xidməti nəzərdə tutulur. Burada müxtəlif orqanlar, Mərkəzi İş Hakimiyyəti orqanı, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, məsəl üçün Dövlət Təhlükəsizlik Xidməti, o sahədən şəkilləşdirilməsi nəzərdə tutulur. Bəs məcəllənin ikinci fəslində göstərilən miqrasiya uçotunun məqsədləri deyəndə, yəni həmin maddədə nə nəzərdə tutulubdur? Ümumiyyətlə, bu belə bir proses, yəni bizim ölkəmizə gələn əcnəbilər, vətəndaşlı olmayan şəxslər haqqında məlumatlar toplanılır, bunlar öyrəşdirilir. Bütün onlar haqqındakı bütün ətraflı məlumatlar toplanılır ki, ola bilər ki, ölkə ərazisində onların nəsə bir ehtiyacları ola bilər, onlar tez müraciət edə bilsinlər və onlar haqqında məlumatların tapılması daha rahat olsun deyə sistemləşdirilir və bunların nələr daxildir? Məsələn, əcnəbi vətəndaşlı olmayan şəxslərin şəxsiyyət vəsiqəsidir, onlar şəxsiyyətini təsdiq edən sənəd, bu sənədin növü onların rekvizitləri, yəni sənədin adıdır, seriya nömrəsi, verilmə tarixi, etibarlılıq müddəti, daha sonra onların Azərbaycan Respublikası ərazisində olması, yaşaması, bunu təsdiq edən sənəd, sonra
atasının adı, soyadı, adı illəri, əgər məsələn